Salam, xoş gördük əziz dinləyicilər və valideynlər. Sizinlə mən Samirə Dünyamalıyeva. Mən Rasif Dünyamaliyev. Bugün valideyn saatında ailədə qaydalar və sərhədlər haqqında danışacağıq. Valideyn saatındayıq. Qonağımız psixoloq, Indigo Support Reabilitasiya və İnteqrasiya Mərkəzinin direktoru Aysel Qafarovadır. Aysel xanım, xoş gördük sizi. Mən də sizə xoş gördüm Samirə xanım. Təklifiniz və dəvətiniz üçün təşəkkür edirəm. Ümid edirəm ki, hər kəs üçün faydalı bir görüş olacaq. İnşallah. Ümumiyyətlə sərhəd nədir? Sərhəd hansı yaşdan başlamalıdır? Sərhəd sözünün özünün mənası nizam, intizam deməkdir. Və qayda, sərhəd harda varsa, düşünürəm ki, bu müqayisə kimi desək, çərçivə olan hər bir şəkil daha gözəl görsənir, nəinki çərçivəsiz şəkil. Qayda və sərhəd olan uşaqlar həmişə həyatı daha yaxşı, gözəl dərk edə bilirlər və dağınıq formada yox, özlərinə inamlı şəkildə, sərhədli şəkildə belə deyək də qəbul edə bilirlər. Sərhəd necə dediniz, sərhəd və hansı yaşdan başlayır? Əslində sərhəd qoymağın yaşı deyərdim ki, yoxdur. Hətta ana bətnindən biz peyğəmbərimiz nə deyirdi? Tərbiyə ana bətnindən başlayır. Və indi biz nə müşahidə edirik? Belə deyək də, başlayırıq daha çox davranışla qarşılaşdıqda sərhəd qoymağa, qayda qoymağa və uşaqda müəyyən qədər davranış artıq formalaşdığı üçün bunu dəyişməkdə çətinlik yaşayırıq. Amma uşaq doğulmamışdan və hətta doğulduqdan sonra biz buna başlasaq daha yaxşı olar. Və burada etməli olduğumuz nədir? Məsəl üçün, keys üzərindən deyim, tutaq ki, 1 yaşında uşaq nə edir? Hər istəyini danışa bilmir deyə ağlayaraq ifadə edir və valideyn avtomatik uşaq ağlamasın deyə hər şeyə okey deyir və onun istəyini reallaşdırmağa çalışır. Amma burada yanaşma fərqli olsa, məsəl üçün 1 yaşı var, tək-tək sözləri var və eyni zamanda tutaq ki, işarə barmağından istifadə edə bilir. Valideyn burada sərhədi qoyaraq, amma düzgün şəkildə qoyaraq, uşağı yönləndirsə ki, hər istəyini bildirmənin normal forması ağlamaq deyil, onda uşaq belə deyək də istiqamətlənmiş istəyini bildirməyə yönələcək. Məsəl üçün, tutaq ki, barmaqla işarəsini göstərə bilər, tutaq ki, o sözü deyə bilirsə, deməyə çalışa bilər və ya biz ona köməklik göstərə bilərik ki, belə deyək də, istəyini bildirmək üçün birbaşa ağlamağa yox, belə deyək də, hansısa bir işarət dilinə və s. yönəlsin. O zaman valideyn 1 yaşlı uşağa, axı normalda biz qayğı göstəririk, mehriban oluruq. Bu mehribanlıqla sərhədi də, bunu necə sevgi ilə etməlidir? Baxın, tələbkarlıqdan sərhədi bəzən valideynlər qarışdırırlar. Bəli. Burada çox incə bir nüans var. Biz tələbkarlığı, qaydanın əslində belə deyək də, tətbiqində zaten tələbkarlıq var. Amma həddindən artıq tələbkarlıq təbii ki, uşaqda əksinə valideynlə ünsiyyətdə belə deyək də, istəmədiyimiz halların baş verməsinə səbəb yaradır. Və burada uşaq nə etməlidir? Yox, valideyn necə yanaşmalıdır, olmalıdır. Çünki uşaq zaten dünyanı kəşf etmək üçün qaydasız kəşflərə daha çox üstünlük verir. Amma valideyn onu doğru yönləndirəndə uşaq başlayır belə deyək də, sərhəd daxilində istəyini həyata keçirtməyə. Bəs onda axı bir şey itiririk axı biz. Yox, bir məsələni itiririk də, bayaq özünüz də dediniz. Biz limitlər qoyduqca uşağın maraq duyğusu itir də. Yəni artıq o biz bir növ elə bir ki düşünür ki, mən bu çərçivədən kənara çıxa bilmərəm və o çərçivəyə tabe olur və o çərçivədəki o çərçivədən kənardakı bir növ hissləri, duyğuları, emosiyaları uşaq görməməyə başlayır və bunun bir növ biz kiçik yaşdan uşağı artıq bir növ maraq duyğusunu öldürürük, sonra təşəbbüskarlığı da öldürürük. Bilirsiniz mən bunu nəyə görə deyirəm? Yəni bu mənim fikrimdir də. Əlbəttə ki, bu əks arqument də ola bilər. İndi siz onu əsaslandırırsınız. Məsələn, müasir Z nəsli uşaqlarına artıq başqa cür yanaşır da. Məsələn, X nəsli uşaqlarımıza deyirik ki, sərhədlər qoyaq, tərbiyə eləyək. Məsələn, Z nəsli indi biz bağçalara gələn valideynlərdə də görürük ki, onlar düşünür ki, uşaqlarını sərbəst buraxsaq, onların içərisindəki istedad üzə çıxacaq. Və düşünürlər ki, o istedad məhz müasir dünya üçün uşaqların o yaradılışından gələn istedadları önəmlidir. Yəni, o sərhədləri qoyub o istedadı, o maraq duyğusunu öldürməyək. Və baxırsan ki, bir çox təhsil proqramları da ona
uyğunlaşmağa başlayır da. Məsələn, müasir təhsil proqramları daha çox sərbəstliyə, daha çox oyuna yönəlir və bu özlüyündə onlar düşünür ki, disiplin, məsələn, bağçalarda disiplin nəyə lazımdır və hətta artıq məktəblərdən də bunu tələb eləməyə başlayırlar ki, uşaq məsələn tutaq ki, tualetə getmək istəyir, o niyə icazə almalıdır? Yəni tualetə getmək istəyir, durub uşaq gedəcək tualetə, yaxud çıxmaq istəyirsə, yaxud durub gəzmək istəyirsə, onu məhdudlaşdırmaq olmaz. O onun yaradılışına qarşı olur, onun istedadını öldürməyə qarşıdır. İndi burada məsələ ondadır ki, mən burada nə görürəm? Mən düşünürəm ki, onlar, o valideynlər o sərhədlə disiplini qarışdırırlar. Yəni əslində sərhəd nə edir? Bizi qoruyur. Və həyatımızı gözəl şəklə salır. Bayaq dediyim kimi, yəni çərçivə düşünün, daha doğrusu şəkil düşünün, amma çərçivəsi yoxdur. Necə ola bilər? Şəkil nə qədər gözəl görsənsə də onu tamamlayan bir əksiklik nəzərə çarpar. Doğru yanaşmada budur ki, yəni qayda dəstəkləyici olmalı. Dediyiniz kimi, onun maraq dairəsini, ya arzularını, seçim verilməlidir. Bəli, qıracaq şəkildə olmalı deyil, əksinə dəstəkləyici olmalıdır. Və burada valideyn qaydanı tərtib edərkən təbii ki, uşağın yaşına fikir verməlidir. Məsəl üçün bayaq dedik 1 yaşındakı uşaq, 1 yaşındakı uşağın zaten sevgiyə, qayğıya ehtiyacı var, amma belə deyək də, hələ nitqi formalaşmadığı üçün özünü ifadə etmə şəklinin sadəcə ağlamaq olmadığını biz ona bildirməliyik. Yəni qayda qoymaq deyərkən burada onun özgüvənini qıracaq, nə bilim, dayanmadan çərçivəyə çalacaq deyilik. Sadəcə düzgün, yəni belə deyək də, formalaşdırmaq üçün. Bir də ki, belə deyək də, sizin dediyiniz kimi, məsəl üçün, müasir valideynlər istəyirlər demokratik yanaşma kimi uşağa daha çox sərbəstlik vermək. Əslində psixologiyada belə bir, belə deyək də, nəzəri tərəfləri var ki, məsəl üçün, eksperiment edilib, öncələr yanaşılıb tərbiyədə daha çox uşaqdan sərt rəftara. Orada nə olur? Məsəl üçün, bizim əvvəlki nəsillərdə qarşılaşdırdığımız Sovet təhsili Makarenkonun şeyinin üzərində idi. Keçmişə getsə, bəli, Sovet tərbiyəsində necə idi? Sadəcə valideyn lazımdı, düzələrdi. Ancaq qaydalarla tərbiyə olunurdu. Həm qayda idi və ancaq valideynin sözü keçərli idi. Yəni başqa bir variant yox idi. Yəni orada valideyn də tək valideyn deyil də. Orada valideyn müdürüdür, orada valideyn rəhbəridir, partiya sədri idi. Yəni o uşağı ona hazırlayırdılar ki, sabahları uşaq müdürünə qarşı çıxmasın, sabahları partiya sədrinə qarşı çıxmasın. Yəni o ona istiqamətlənmiş tərbiyə metodu idi. O Sovet sisteminin tərbiyəsi idi. Yəni çünki Sovet sisteminə uyğun uşaq yetişdirildi. O zaman sizin dediyiniz kimi azad da valideynlər belə davranır və düşünür ki, uşağın hər mövzuda seçim haqqı onun olmalıdır və ona qayda qoyulmamalıdır, sərhəd qoyulmalıdır. Onda bağçalarda və məktəblərdə davranış pozuntusu çətinliyi dediyimiz hallar çoxalır. Baxın, elə onu demək istəyirdim Samir xanım. Deməli, təcrübə hal-hazırda göstərir ki, yoxladılar ki, məsəl üçün, əgər valideynlə uşaq arasındakı münasibət çox sərt oldusa, demək ki, uğur əldə edə bilmir. Əgər dost kimi münasibət varsa, uğur əldə edə bilər. Amma həddindən artıq, məsəl üçün, dostlaşmış valideynlər daha sonra valideyn unudur və uşağın dostuna çevrilir deyə uşaq da aradakı balansı pozurlar və daha çox davranış problemləri onda üzə çıxır. Psixologiya Today, belə deyək də, bir yayımlanan çap var. Orada daha doğrusu qəzet var. Orada ən son məqalələrdə göstərir ki, ən çox davranış problemləri hansı ailə tiplərində müşahidə olunur? Bir demokratik, bir də ki, otoritar, yəni çox tələbkar olan valideyn maraqlıdır. Uclarda baş verir. Bəli, ya çox sərbəst buraxırlar, ya da ki, əksinə çox sıxırlar. Amma əsl yanaşma necə olmalı? Dost kimi yanaşıb valideyn olduğunu uşağa xatırlatmaq. Valideyn olduğumuz uşağa necə xatırladırıq? Yəni mən səni başa düşürəm, səni hiss edirəm, səni duyuram. Amma bizim də sağlam formalaşmamız üçün müəyyən qaydalara tabe olmalıyıq. Məsəl üçün biz bilirik ki, tutaq ki, deyirəm, uşağa sərbəst seçim verməliyik. Amma sərbəst seçim verərkən, məsəl üçün, yaşıl işıqda keçdi, nə ola bilər? Təhlükəsizlik qaydasını pozdu, avtomatik ona ziyandır. Və ya məsəl üçün ən çox rast gəlirik 1-3 yaş arasında deyirik ki, uşaqlar kəşf etsin deyə yağışda islanmasına icazə verək, tutaq ki, su ilə oynamasına icazə verək, palçıqdan oynamasına icazə verək. Kəşf etməsinə icazə verək. Bəli, kəşf etməsinə icazə verək. Amma o da belə deyək də balans nəzarətli şəkildə olmalı. Noyabr ayında yağış yağanda girib islanacaqsa o uşaq yağışın altında, bunun kəşfindən artıq nəyi kəşf edəcək, xəstələnməyi kəşf edəcək. Geyimini uyğun etmək lazımdır.
olmalıdır, yağışa uyğun çəkməsi olmalıdır və ananın nəzarəti altında. Və sağlam özgüvənli uşağın böyüməsi üçün həmişə uşaq özünə yox deyilməyi eşitməyə başlamalıdır. Və bu biz həmişə necə deyirik? Ailə kiçik dövlətdir və dövlətin qayda qanunu olduğu kimi ailənin də olmalıdır. Əgər uşağın belə deyək də yaxud da tərsinə, bunun tərsinə də fikirləşək. Əgər ailənin qayda qanunu yoxdursa, oradan çıxan uşaq dövlət üçün təhlükə yaradacaq. Yəni mən onu qeyd etmək istəyirdim. Bağçaya gəlir uşaq, davranış çətinliyi, uşaqlar gəlir bağçaya. Sevimlidir, müəllim tərəfindən də sevilir. Amma bağça bəzən valideynə deyir ki, dəstəyə ehtiyacımız var. Çünki bu sərhəd ailədən başlayır. Uşaq evdə sərhəd görməyib, birdən-birə gəlir bağçaya. Bağçada məlum olur ki, sıraya düzülmək lazımdır. Növbə deyilən bir şey var. Uşaq da evdə tək böyüyübdür. Deyir, növbə nədir? Hamıdan birinci əlimi mən yumalıyam. Hamıdan birinci yemək mənə verilməlidir. Axı müəllim edə bilmir, qrupda 16-20 uşaq var. Və bu durumda biz valideynə deyirik ki, burada fərdi yanaşma mümkün deyil də. O başa düşməlidir ki, növbə hamıya çatmalıdır. Yox, bu fərdi yanaşma deyil axı. Bu özünü bəncillə yanaşmadır. Bu özünü hər şeydən önə qoyma. Mərkəzi də qoymaq deyil. Yəni bu hər kəsdən üstün hesab eləməkdir özünü. Bəs müəllim, araşdırmalar göstərir ki, indi bilirsə dövrümüzün əsas problemlərindən biridir narsist insanlar. Bəli. Ən çox narsist insanlar qayda pozuntuları belə deyək də əvvəldən evdə yox deyilməyən uşaqlardır. Biz deyirik ərköyün uşaqlar, şumarıq uşaqlar, nə bilim, tabe olmayan uşaqlar, hansı ki öncədən uşaq artıq qaydanı tanımır və birdən-birə qayda ilə tanış olur. Təbii ki, o nə edir? Qaydaya tabe olmamağa çalışır. Axı öyrəşməyib. Amma valideyn burada balansı qorusa və öncədən uşağa sadə. Çünki o tək ailədə deyil. Yenə də özgüvənini qırmayacaq şəkildə, bəli, sosiallaşmasını dəstəkləyən, təhlükəsizliyini dəstəkləyən qaydalar qoysa, təbii ki, onun inkişafına səbəb olur. Yəni hətta mən son dövrlər nə eşidirəm, valideynlər indi bilməm bunu hardan eşidirlər bu. Deyir ki, gün rejimi niyə var ki bağçada? Yəni niyə uşaq gün rejiminə uyğun davranmalıdır? Yəni buna etiraz eləməyə başlayıblar. Yəni hətta bəzi valideynlər o tipli bağçalar axtarırlar ki, orada gün rejimi olmasın. Mən amma yəni disiplinin, yəni əsas prinsipi, yəni iradə tərbiyəsinin əsas prinsipi, yəni elə məhz o nizam intizamdan başlayır da, yəni nizamın olmasından. Əgər bir adam gündüz durub axşama qədər nə edəcəyini bilmirsə və o xaotik şəkildə ancaq istək arzularına və ehtiyaclarına uyğun hərəkət edirsə, o insandan biz heç bir disiplin gözləyə bilmərik və uğur da şuurlu şəkildə varlıq kimi göstərən səbəblər bunlardır. Nə edirik? Rejimi uşağa tətbiq edərkən əslində bu belə deyək də sağlamlıq cəhətdən də beynimizin inkişafı üçün, fiziki inkişafımız üçün rejimlə olan hər bir şey belə deyək də onları dəstəkləyir. Rejimsiz olan uşaqlarda biz nə görürük? Məsələn, özgüvənsizdirlər, nə istədiklərini bilmirlər. Məsələn, valideyn deyir ki, diqqətini bir şeyə cəmləşdirə bilmir, heç bir şeydən zövq ala bilmir. Doyumsuz dediyimiz uşaqlar ən çox bu uşaqlardır. Çünki istədiyi vaxt yatır, istədiyi vaxt durur və heç bir şeydən bağlı mübarizə aparmır. Əslində nədir? Rejimin həm də gözləmir də bir də. Bəli, həm də gözlənti. Biz elə bir mükafata can atırıq. Məsələn, mən yatdım, yaxşı yatdım, müəllim mənə falan şey edəcək. Yəni evdə ailədirsə, atam mənə bunu edəcək. Yaxşı dərsimi oxudum, qaydanı pozmadım. Burada demək ki, məsələn, yaxşı mənada nələrsə olacaq. Amma heç bir istək mübarizə olmayanda nə olur? Biz sizlə təlimlərin birində bu haqda danışmışdıq. Axır zamanlarda məsəl üçün belə deyək də, aparılan bir eksperimentdə siçanlar üzərində aparırlar. Nə olur? Hər şey üçün təmin edirlər. Yəni insanın ilkin tələbatını ödəyən Səmirə xanım bütün ehtiyacları uşaq daha da siçanlar üzərində eksperiment apararaq hər şeyi yaradırlar və bir təxmini 10 gün, 15 gün siçanlar dünyanın ən xoşbəxti olur. Amma bir müddətdən sonra heç bir şey üçün nə yemək üçün can atırlar, nə rahat yatmaq üçün, nə cinsi əlaqə üçün. İnsan rahata tez öyrəşir. Və koloniya məhv olur. Başlayır, yəni eksperimentin maraqlı yeri belə deyək də, sonu odur ki, orada heç bir siçan xoşbəxt olmur. Əksinə ölüm sayıları baş verməyə başlayır və kütləvi şəkildə siçanlar ölməyə başlayır. Çünki həyat üçün heç bir mübarizə yoxdur. Qayda nədir? Qayda daxilində biz riayət elədikdə biz həyat üçün mübarizə aparmağa başlayırıq. Və birinci burada uşaq nə öyrənir? Özünü idarə etməni, özünə yox deməyi. Çünki biz belə deyək də, emosional şəkildə baxsaq, istəklərimiz, arzularımız çoxdur. Hamısını reallaşdırsaq nə olar?
heç nə. Aysel xanım, bəs eyni anda ən çox neçə qayda qoyula bilər? Hansı yaşla necə olmalıdır bu? Baxın, normalda 1-3 yaş arası maksimum biz 3 ya da 4 belə deyək də qayda qoya bilərik. Amma 4 yaş üzəri olan uşaqlarda təxmini yeniyetmə yaşına qədər burada artıq valideyn özü müəyyən etməlidir. Məsəl üçün 1-3 yaşa qədər biz nə edirik valideynlərdən görüş təşkil edərkən? Yəni uşağın ən çox davranışla bağlı narahat edən nə olur? Tutaq ki, 3 yaşa qədər maksimum tutaq ki, kimsə itələmək olar, dişləmək olar, belə bir davranışlar olur və bunları qaydaya salmaq üçün biz çalışırıq ki, ən çox onu narahat edən nədir? Birinci dişləməkdirmi? Yəni bir davranış üzərinə köklənək. Amma böyük yaşlarda biz tutaq ki, məsəl üçün birinci bunu siyahılaşdırırıq. Uşaqda nə qədər davranışı biz qaydaya salmağa çalışırıq və ən çox bizim üçün hansı davranışlar dəyişmək önəmlidir. Onlardan belə deyək də 3-5-ni, tutaq ki, ilk tutaq ki 10 dənəsini seçirik və yavaş-yavaş hissə belə deyək də davranışı dəyişməyə yönəlirik. Yəni birdən-birə çox davranışı eyni anda dəyişmək mümkün deyil. Çünki uşağın o yeni davranışa adaptasiya belə deyək də prosesi var. Və adaptasiya prosesi nə qədər uzun çəkirsə, belə deyək də, eyni anda çox davranış olanda bu daha da uzanır. Belə deyək. Bu davranış dediniz, bu davranışın dəyişməyin iki yoxsa 3 şey var da, nəzəriyyəsi var. Bir davranışçılar var. Onlar düşünür ki, davranışı qoyursan, tələb eləyirsən, əslində bu Sovet alimləri də, pedaqoqlar da, psixoloqlar da onu dəstəkləyirdi. Amerikada yaranıb, amma yəni Amerikanlar da dəstəkləyirdi. Sonra 70-ci ildən sonra imtina elədilər bunlar. Bəs o digər alternativləri nədir? Mən biləni biri onlar düşünür ki, başa düşsə o dəyişəcək. Yaxşı, indi model yaratmaq məsələsi də. Məsələn, indi qərb alimləri bunun üstündən gedir. Deyir ki, bir model görməlidir ki, nümunə görməlidir ki, o model onun üçün cəlbedici formaya salınmalıdır və o modeli, cəlbedici modeli o qavradığı zaman onun kimi davranmağa başlayır. İndi sual, bax biz indi ailəmizə gətirib. Bütün cəmiyyətdə də hal-hazırda bütün qərb filmlərinə baxın, görürsüz orada bir dənə qəhrəman var. O modeldir. Yəni nümunədir, qəhrəman nümunəsi və bizə ona Iron Man, bir növ uşaqlarımız Iron Man olmaq istəyir də. Niyə? Çünki o modeli yaratdılar və biz orada o qəhrəmanı gördük. O texnologiyadan istifadə eləyir, insanlara kömək etmək istəyir və indi həmin o Iron Man-i kimlə əlaqələndirirlər? Məsələn, Elon Musk-la əlaqələndirir. Görürsüz nə etdilər? Və bizim uşaqlar Iron Man-i əslində sevirdi. İndi Elon Musk-ı sevməyə başladı. Yəni o model kimi davranır deyə ona yönəlir bu. İndi biz ailədə bax belə bir nümunələrimiz var. Qərbdə bu nümunəni görürük, çoxdur. Hətta bizim cəmiyyət üçün belə deyim də qəbul olunmaz şeyləri nümunə olaraq bizə sunmağa çalışılır. Bəs indi biz öz ailəmizdə niyə? Bax belə bir texnologiya var. Onda demək ki, valideyn, ana, ata o model olmalıdır ki, nümunə olmalıdır ki, mən belə nəticə çıxardıram. Məhz uşaq da baxıb ona təkrarlasın onu. Amma ailə indi ola bilirmi ata-ana? Ola bilməyəndə o modelin yerini kim alır? Mən görürəm ki, nümunədə bu modelin yerini müəllimlər almağa cəhd göstərir. Amma müəllimlərimizin hamısı o şeydə deyil, kapasitədə deyil. Ən pisi ondadır ki, o model küçədəki kimlərəsə görə və yaxud sosial mediadakı kimlərəsə nümunə olaraq onlar seçilir. Və bu bizim cəmiyyət üçün, ailə üçün, uşaqlarımızın gələcəyi üçün heç də yaxşı yerə getmir. Yəni görürük ki, nümunələr doğru seçilmir. Bəli, heç bir uşaq Asim müəllim doğulanda tərbiyəli və ya davranış çətinliklərindən doğulmur. Bu zamanla formalaşır. Və uşaq tərbiyəsində ilk 5 il çox önəmlidir. Təcrübə nə göstərir? Məsəl üçün indi dediyimiz bayaq kimi narsistlər. İlk 5 il. Bəli, yəni dolayısıyla o zaman bağça onda çox önəmlidir də. Bəli, məktəbə qədər belə deyək də dönəm dediyimiz dönəm uşaqların həyatında çox önəmlidir və burada ilk təsir obyekti, yəni uşağa birinci ailədir.
sonra bağça və ya tutaq ki, yaxın qohumlar. Və buradakı belə deyək də incə nüans ondadır ki, valideynlər adətən nə edir? Günahkarlıq hissini özündən uzaqlaşdırmaq üçün kimsə, yəni müəllimi günahlandırır, nənə babanı günahlandırır. Bəli. Amma ilk model olmalı kimdir? Təbii ki, ata-ana. Ata-ana özü dayanmadan telefondan istifadə edir, siqaretdən istifadə edir, tutaq ki, kitab oxumur. Uşaqdan düz əməlli ünsiyyət qurmur. Aqressivdir, problemləri həll etmə bacarığı fərqlidir. fərqlidir. Birində bəli var idi, ailə daxili konflikt. Məsəl üçün dayanmadan uşağın yanında konflikt yaşayır və uşaq nə görür? Sevgi görmür, belə deyək, düzgün vaxt ayırmaq görmür, sağlam mühit görmür və təbii ki, özünü başa düşdüyü şəkildə bunu qiymətləndirir, cavab verir. Burada daha çox müəllim və digər insanlar nə vaxt təsir göstərir? Yeniyetməlik dövründə və ilk belə deyək də məktəb ibtidai sinif dediyimiz dövrdə. Çünki uşaq yavaş-yavaş sosiallaşacağı mühit çoxalır deyə ona təsir edən belə deyək də insanların da sayı çoxalır. Valideyn burada daha çox diqqət etməlidir məktəbə qədər dövrdə birinci özü model olmalı. Məsəl üçün biz qayda qoyarkən birinci onu deyim ki, qayda qoyarkən yaşa uyğun olaraq, məsəl üçün 1-3 yaş arası biz şəkillərdən çox istifadə edə bilərik. Vurmaq şəklidir, döymə şəklidir və onun üzərində tutaq ki, X işarəti. Daha sonraki yaşlarda isə bir yerdə əgər yazmağı bacarırsa bir yerdə yaza bilərik. Belə deyək də hansısa bir panoya, fərqi yoxdur nəyə, məsəl üçün lövhəyə. Ayşə xanım, bizim uşaqlar balaca olanda mən bir vatman götürmüşdüm və ora müxtəlif şəkillər çap etmişdim və o evimizin qaydalarına uyğun o şəkilləri vurub belə deyək də vatmanda yerləşdirmişdik və mətbəxin görünən yerindən asmışdıq. İndi gənc ailələrə bu kömək ola bilər. Həqiqətən uzun illər o qayda panosunun biz faydasını gördük ailəmizdə. Baxın, biz nə edirik Samira xanım? 3 yaşa qədər burada uşağın fikrinə önəm vermirik. Biz öz fikirlərimizə uyğun qaydanı tərtib edirik. Çünki biz uşağı müşahidə edirik və uşaq hələ ki anlama qavraması yetəri qədər olmadığına görə belə deyək də bizə fikir deyə bilmir. Amma 3 yaşından sonra qaydanı tərtib edərkən biz mütləq uşağın fikrini də önəmsəyirik. Nəzərə alırıq. Burada bəli öz fikrini deyir. Başa düşür ki, məsəl üçün qayda hamı üçün qaydadır. Bəlkə məsəl üçün biz həddindən artıq telefondan istifadə edirik və bunun fərqində deyilik. Uşağa deyirik ki, tutaq ki, deyirəm, sən çox aqressiv danışırsan, sən heç paylaşmağı bacarmırsan, bununla bağlı biz sənə qayda qoyuruq. Amma bunu təbii ki, normal ona uyğun şəkildə deyirik. Sadəcə uşağa yönəlmiş qayda, belə deyək də, doğru deyil. Və demokratik seçim baxımından uşağın belə deyək də düzgün formalaşmasına səbəb olur. Və fikirləşir ki, onsuz da mənim fikrim önəmli deyil, ancaq mənə aid fikirlər önəmlidir. Həm də uşaq qaydanı başa düşməyəndə onu belə deyək, tətbiq edə bilmir. Bəli, heç istəmir də, maraqlı da olmur. Və ya tamamilə yox demək. Tak ki marketə gedirik, biz tamamilə şirniyyat almayacağıq dediyin zaman da uşaqda motivasiyanı və ya Rasifin qeyd etdiyi kimi, yəni onun da bir fikrinə hörmət etmiş. Amma biz desək ki, sadəcə birdən ala bilərik və ya belə deyək də kəsmikli ala bilərik, tutaq ki, sərhəd qoymaq valideyn mühitə və belə deyək də yerə görə dəyişməlidir. Bir də biz burada məsəl üçün aşılamaq istədiyimiz şey nədir? Uşaq büdcəsini idarə etsin və ya hər şey ala biləcəyimizi düşünməsin. Yoxsa məsəl üçün tək edirəm, zərərli şeyləri xoşlayır, biz onun qarşısını almağa çalışırıq. Yəni elə bir şey ola bilər ki, tutaq ki, doğrudan da məsəl üçün deyirəm, puzzle istəyir, puzzle uşağın xeyrinə olan bir oyuncaqdır. Bəlkə çoxlu puzzle istəyir. Yəni biz baxmalıyıq ki, burada uşaqda dəyişmək istədiyimiz nədir? Valideyn birinci, məsəl üçün ən çox da belə deyək də qayda ilə bağlı valideynlər nə də çətinlik yaşayır. Tutaq ki, özünə çox qayda qoyulub. Tutaq ki, Sovet dövrünə gələn valideynlər. Mən praktikada bunu yaşayıram. Amma uşağı istəyir azadlıq versin. Deyir ki, ana mənə çox yox deyib. Ayşə xanım, mən ona görə məsəl üçün uşağıma maksimum sərbəst verin. Qoy öz fikrini deyə bilsin. Mən o qədər fikrimi demək istəmişəm, mənə icazə verməyiblər. Mən indi istəyirəm ki, öz fikrini deyən bilən bir uşaq yönləndirim. Amma burada nəyə fikir verim? Uşağa hansı situasiyalarda öz fikrini deməsinə icazə versək daha özgüvənli formalaşar? Hansında əksindən məsəl üçün belə deyək də valideynin fikri, təcrübəsi orada daha çox rol oynayır. Tutaq ki, oyuncaq seçimi ilə bağlı icazə verə bilərik. Amma elə bir təhlükəli nüanslar ola bilər ki, məsəl üçün telefondan istifadəsi. Bəlkə biz onu yarım saat qoysaq daha yaxşıdır qayda olaraq. Nəinki uşaq öz fikrini ifadə edib deyə bilər deyək də. Hətta Ayşə xanım, oyuncaq seçimində belə eyni gündə neçə oyuncaq alır, sonra da uşaq heç biri ilə oynamır, sındırır, atır, onun qorumağı bacarmırsa, oyuncağın qədrini bilmir, onunla necə oynayacağını bilmirsə, elə oyuncaq var, o da təhlükəlidir, yaşına görə deyil. Onu da uşağa izah etmək lazımdır. Mən belə bir misal çəkirəm. Deyirəm ki, biri var ki, insan var ki, məsəl üçün maşını rahatlıqdan alıb. Atasının imkanı olub və s. Yəni heç bir onunla bağlı mübarizə aparmır. İnsan var ki, məsəl üçün pillə-pillə gəlib o maşını alacaq dərəcədə büdcəyə sahib olub. Qəpik yığıb. Bəli, o maşını sürən birinci tutaq ki, adamla ikinci adam arasında çox fərq var.
birinci adamın aldığı zövqlə ikinci adamın maşın sürərkən aldığı zövqdə çox fərq var. İndi orada başqa bir məsələ girir də ortaya. Yəni qazanmağa çalışmalıdır, onu demək istəyirəm. Mən başa düşürəm, amma burada o hansı ki davranış dəyişikliyi ilə bağlı nəzəriyyəçilərin yanaşması girir də ortaya. Bizə nə deyirlər? Məsələn, bu özünü qərar vermədir də. Yəni o deyir ki, mühitə burax, o mühitlə o özünü dəyişəcək. İndi birinci o maşını olan, o düşünür ki, o insan o maşını əldə edib, o mühitdə düşüb, o maşını sürür deyə, onda o maşın sürmə həmişə olacaq və o həmişə o maşını əldə edəcək də. Onun üçün dəyəri olmasa belə, onun üçün rahat olacaq o maşını sürmək. Amma ikinci, hansı ki o yavaş-yavaş ora gəlib çıxıb, o insan üçün elə həmişə maşını almaq çox çətin olacaq. Və yanaşan bir hissə cəmiyyətimizdə elə yanaşır məsələyə. Ona görə də deyirlər ki, qoy hər şeyi denəsin. Qoy hər şeyi bolluca yaşasın ki, onun üçün sadə olsun nələrsə əldə etmək və gələcək həyatında da onun üçün asan olacaq hər şeyi əldə etmək. Yəni bir növ bizi hər şeyin dadına baxsın. Yoxu inkar eləyir də. Deyir ki, qoy mən buna hər şeyi yaşadım valideyn olaraq da. O yaşasın və onun dadına varsın. Ona görə gələcəkdə də o həmişə çalışacaq ki, bu cür yaşasın. O adamlar bəli, o problem olmayana qədər rahat yaşayır. Amma o problem qarşısına problem çıxanda özünü necə aparacağını yox deyilmi? Bax, o yoxu bilmir deyə. O necə aparacağını bilmir və stresə düşür. Bu da depressiyaya gətirib çıxardı. Rəsim müəllim, sözünüzə qüvvət kimi olmasın, amma bu nə deməkdir? Belə qısaca şəkildə deyim. Məsəl üçün, ailə var ki, mühit olaraq çox sərbəstdirlər və ümumiyyətlə belə deyək də, uşaq heç bir aqressiyanı görmür. Aqressiya görəcəyi mühitdə nə edəcəyini bilmir. Çətinliklə, yəni problemlə necə belə deyək də başa çıxacağını bilmir. Amma ailə var ki, çox problemlidir və uşaq orada hər situasiyadan çıxmağa öyrənir. Biz demirik ki, aqressiya olsun, belə deyək, əksinə problemsiz mühit olsun, amma yenə də hər şey balanslı. Mən sizi çox yaxşı başa düşdüm. Yəni çox gözəl mövqelərinizi bildirdiniz. Mən sonda bir məsələni istəyirəm. Efir vaxtımız da azalır. Mən biz bu danışdıq mövzumuzda gəldik, çıxdıq bu davranış, iradə məsələsinə. Mən istəyirəm bir kitabı xatırladım. Jules Payot bir Jules Payot bir iradə tərbiyəsi adlı bir kitabı var. Bu 19-cu əsrin sonunda yazılıb. Mən kitabı bizdə Azərbaycanda da kitabxanalarda var. Mən məsləhət görən valideynlər oxusunlar o kitabı. Kitab 19-cu əsrdə yazılıb. Kitabın ilk səhifələrini açıb oxuyursan, elə bilirsən ki, indidən bəhs edir. Orada başlanğıcı gənclərdən şikayətlə başlayır ki, gənclər tənbəldir, gənclər 19-cu əsrdəki gənclərdən və mən onu başlayanda birinci dedim ki, ola bilməz bu ağır 19-cu əsrdən danışır, amma indi heç nə dəyişmir. Niyə dəyişmir insanı? Çünki iradə məsələsi, o davranış məsələsi. Yəni, əgər bir iradə tərbiyə olunmursa, elə 19-cu əsrdəki gənclə, indiki gəncin də heç bir fərqi olmayacaq. Bəli. Və o kitabda çox maraqlı bir nüansa toxunur. Deyir ki, bütün insanlar müəyyən bir istedadla doğulur. Bu bir mənalıdır. Yəni, bütün uşaqlarımızın istedadları var. Əgər o iradəsi tərbiyə olunursa, o istedad şeyə çevrilir, yəni davamlı olaraq qalır. Yox, əgər iradə tərbiyə olunmursa, o istedad o məhv olur, gedir. Yəni buradan o demək ki, yaxşı, indi biz nətəri o iradəni tərbiyə eləyək, yəni davranışı formalaşdıraq. O da məsələn o kitabda təqin olunur ki, birincisi ən önəmlisi mühitdir. Yəni ailə birincisi, uşaq vaxtından danışırıq. Sonra bunun bağçasıdır. Mütləq o bağçadakı o nizam, intizam mühitinə düşməlidir. İkincisi vərdişlər formalaşdırmaq. Məsələn, biz böyük insanlarıq, bəzən özümüzə çətindir. Məsələn, idmana davamlı gedə bilmirik. Yəni baxın fitness mərkəzlərinə gedib maraqlansanız, insanlar aylıq, illik abunəliklər götürür, amma
davamlığa baxırsan görürsən ki, getmirlər. Yəni niyə getmir? Çünki vərdiş yoxdur. Yəni adi səhər gimnastikasını eləmək vərdişi formalaşmayıbsa uşaqda, o davamlıq olmayacaq onda idmanla bağlı. Yaxud da məsələn özünə qulluq vərdişləri. Yəni bir iş mühitinə görə ona məsələn işdə tələb eləyirlər deyə o məsələn tutaq ki, saçını kəsir də hər 2 həftədən bir. Amma onu buraxsan işə getməsə, o heç saçını kəsməz. Yəni bir ay ərzində də məsələ onda. Çünki özünə qulluq vərdişi yoxdur da. Məsələn demək ki, vərdişlər formalaşmır və bir də nizam məsələsi ki, mən məsələn görürəm ki, valideynlər, yəni övladı olan, kiçik yaşlı övladı olan valideynlər bu kitabı bir dənə oxusunlar. Qonağa təşəkkür edirəm. Efir sonuna yaxınlaşırıq və Rasifin sözlərindən də belə deyək, sözlərinə qüvvət olaraq demək istəyirəm ki, uşaq anadan və atadan səbir, nizam, məsuliyyət görməsə, iradə haqqında danışmaq çətindir. Biz bəzən düşünürük ki, iradə güclü olmaq deməkdir, amma iradə əslində sabit qalmaq bacarığıdır. Vərdişi isə iradənin təməlidir. O deyir ya, bağçadakı vərdişlər nəyə lazımdır? Uşaq hər gün eyni saatda oyandıqda, çantasını özü yığdıqda, süfrəni toplamağa kömək etdikdə, bu sadəcə tərbiyə deyil, vərdişlə formalaşan iradədir. İradə nə kitabda, nə dərsdə yaranır. İradə evdən başlayır. Əgər evdə qayda varsa, uşaq da öz içində qayda qurmağı öyrənir. Uşağa özünü idarə et demək asandır, amma əvvəlcə biz böyüklər özümüzə səbrimizi, sözümüzü, hisslərimizi idarə etməyi öyrətməliyik. Növbəti buraxılışa qədər sağollaşıram, sağlıqla qalın. Sağ olun.